Bismillahirrahmanirrahim. Fala uksimu bimavadi nucum. Sadakallahul aliyyul azim. Bir daha assalamu aleykum cemiyen ve rahmetullah. Burada aziz üstadlar, ilahiyatçı alimler, aziz ve dedi bir kelime Kur'an ehli, sen de danış. Allah'ın adıyla inşallah Allah məclisə tövfiq inayət eləsin və siz əzizlərin icazəsi ilə bacardığımdan bir iki kəlmə siz əzizlərə çatdırın. Hər nəfəsin öz təhsili var. Allah'tan bu əziz qardaşımıza rəhmət edirik. Allah bu mərhumun ahirətini xeyirli və saadətli eləsin. Ruhun balalarına duaçı eləsin. Günahsız insan olmaz, Allah əhv eləsin. Amin ya Rabbil Alemin. Dəyərli məclis əhli, mən 56-cı Vaqiə surəsində o ayəni siz əzizlərə ərz etdim. Allah buyurur, ulduzların batdığı yerlərə and olsun. Yəni, nə qədər ki ulduzlar var, Allah o and için onun batdığı yerə. Və Quranda təqribən 69 yerdə Allah and içirdi. Cəmaat, insan andı niyə içər? İnandırmaq üçün böyük şeylərə and içər. Allah da 69 yerdə Quranda, mən oxumuşam, alimlərin kitabında ki, and içir, bizə inandırmaq istəyir ki, siz inanın bu belədir. Və buyurur dalınca o ayağın, kaş bunun doğrudan da büyük bir and olduğunu cemaat biləydi. Həqiqətən okuduğumuz o Kur'an ehtirama layık bir kitabdır. Kulak as. Yani o Kur'an ki o gün ehtirama layıktır, biz onu Lawh-u Mahfuz'da yazmışız ve biz onu koruyuruz. Ona yalnız pak olanlar algılayabilir. Şimdi burada azizlerim bilir, Kur'an okuyanda ders namaz olmasa mümkündür sana okuyasın. Başka ayette yine Allah buyurur ki ve izâ kuriyel Kur'an Fastaniullah ve ansitullahla turhamun. Allah bir bende verir. Ele ki gördüğünüz Kur'an'dan danışırlar. Siz susun. Belki Allah size rahmettir. Deməli bir saat, yarım saat, 15 dəqiqə bir məclisdə Kur'an'ı okumak Allah söz verir ki mən rəhm edəcəyim. O gün ki qiyamətdə yəvmə yəfirul mər'u min əxi qardaşdan qaçar və ummihi və əbihi ata-anasından qaçar və sahibəti və bəni öz oğlu və həyat yoldaşından qaçar. Kur'an'a kulaq asmışıqsa, cavanlar, məxsus siz əzizlərə deyirəm, Allah söz veribsə ona rəhm edərəm, deməli, qiyamət günü o orta uca rəhm edər. Aziz Peyğəmbərimiz bir nəfəri təxmin elədir. Üstün örtüb, kənara çəkiləndə gördük qəbir əzabı buna verirlər. Sızıltı, qışqırtı, bağırtı. Növbəti gün gəldi, o qəbirə yaxınlaşdı, gördü bura cənnət bağıdır. Dedi, Xudaya, dünən qəbir azabı verildi, bugün cənnət bağıdır. Allah dedi, ya Rasulallah, qəbir azabı verdi o gün soruşanda. Niyə cənnət bağına onu məşğul etdim o nemətlərə? Çünki elmə böyük əhmiyyət verilir. Hatta öz uşağın əlindən tutup elm öyrətməyə çox səy və kömək elədi. Mən o elmi nəzərə alayım onu bağışladım. Allah əziz şəhidlərimizi rəhmət eləsin. Gözün şəhidin qanı, alimin mürəkkəbi, bilirsin. Bərabərdir, bəlkə də deyirlər mürəkkəb ondan da üstündür. Yəni bugün belə məclislər, sizə qurban, Peygamber Aleyhisselam buyurur ki cennet bağlarıdır. Siz oradaki meyvelerle özünüzü doyuzdurun dünyada. Dediler dünyada cennet var, dedi var. Kur'an okunan meclis, Allah Teala'dan danışılan meclis.
Ahirətdən danışılan məclislər bəli, cənnət bağıdır. Meyvə oranın kəlamlarıdır ki, ötücü yolla doyurur. Yəni kəlamlarla doyurur. Və bir seyid var. Həkimdir. Bir gün məclislərin bir daha sənə var. Söz verilmişsə bu istəyədə əziz olarsan. O qayıtdı dedi ki, insan bazara gedər, evə qayıdanda əlində bir dəst göyərti və s. evdə də adamın hörməti olar. Birdən bazardan gəlirəm, əli boş gəlirəm, deyər, bir dəstə göyərti ötürməsə alaydınız, o burada bazardan gəlirsən. Onun dediği gibi bu məclisi bənzədir ki, gələnlər bir şey öyrətsin və öyrətsin. Sizə baxın. Və Kur'an'da Allah buyurur, Əqimus salam. Siz namaz kılın. Bu məsələni, bu hədisi çox eşitmişsiniz. Niyə namaz kılır? İnnə salat tahşal və münkər. Çünki sizi günahlardan saklar. Deməli, namaz bizi elə bir ayındır ki, pis yollardan, pis əmallardan, günahlardan çəkindirər. Allah ona görə 110 yerdə namaz qılın deyil Kur'an'da, təqrib hesablamalar alimlərin. Demək, namaz bizi bir yerə aparıb çıxarda bilər, əziz cəmaət. Peyğəmbər buyurur, Müslümanı kafir edən, onun vacib namazları qılmaması, onu yüngül saymasıdır. İmam Cəfəri Sadiq Aleyhisselam'a bir kişi geldi dedi, sübh namazıyla qaza etdi. Dedi onda eşik, yer kürəsi, alt üst, Allah bərəkət versin, nə qədər ruzi, xəzinələr, sənin olar. Onu Allah yolunda infak edersen kasırlara, 2 rükət sübh namazın savabını əldə edilməz. Peygamber Aleyhisselam yanına bir kişi geldi. Dedi ya Peygamber, bana nəsihət elə. Peygamber dedi, qəsdən namazı terk etme. Çünkü qəsdən namaz kılmayan şəxs Müslüman değil. Arka çevirir. Kabul etmiyor. Yüngül sayır onu. Müminin surasında Allah deyir ki, zəlil görkəmdə siz qalacaksınız. O otda, kulak as, azizlerdir. Size kurban. O sözə verir. Orada qayıdır deyir ki, siz dünyada namazı arka çevirip, dini məskaraya koyurdunuz ve yüngül sayırdınız. İndi dadın o azabı. Bugün o ot yüngülləşməyəcək. Bak Kur'an'da aya var, burada müminlerin var, azizler, böyükler var. Bilirsiniz, biz tekrar edirik. Belə məclis yaddaşı təzələmək üçündür. Görürsünüz, o ayada Allah deyir ki, siz orada yanın. Bugün hiç bir kömək sizə olunmayacaq. Başka ayada deyir, qorxun o gündən atabı, ata da oğlu, o ondan kənarlaşdıra bilməz. Başka ayada deyir, Ərafda, qorxun o gündən, dava iğnənin dəliyindən keçənə qədər siz də orada qalacaqsınız. Bu məsələlər var Kur'an'da. 50 il, 70 il yaşadım. Val asr innel insan lahi kusur. Allah deyir, and olsun əsr namazına, əsrin imamı imam zamana, akşam çağına, insan zərər içindədir. Ömrü verdim ona 70 il, 80 il. Əritdi, sərmayə idi, ahirete büyük arzuda apara bilərdi, əlindən çıxdı, zərər içindədir. İllallazine amanu ve amili salihat. O kəsdən başqa o namaz qılır. Həqiqi namazdan gedir söhbət, həqiqi hacdan gedir söhbət. Sizə qurban, həqiqi Kur'an oxumaqdan gedir söhbət. Allah eləməsin, biz o gün namaz qılaq. İmam Hüseyni Kərbalada şəhid edən elə çoxlu hamısı namaz qılar dedi. Ömər Sədrin alnında, Şümür Məlunun, Sənanın, Zədrin, hamısı pi bağlamışdı sədrə yerləri. Allah onları imtihan elədi, görürsə küfrə getdilər. Rey mülkəti, Nəxlistan bağları, kisə qızıllar, 50-60 il ibadət edənlərin əlindən aldı, küfrə getdi. Bugün dünyada heç şey, Şümür adın öz oğluna qoyur. Yazid adı qoyur. Onlar namazdılar nedir? Deməli, Kur'an bizə nə dedi? Əqimus salat,
Kıl namaz, çünkü namaz seni günahlardan saklar. 40 ildir, 50 ildir namaz kılırsan, hamı bizi tanıyır. Eğer biz günah edirik ve halk, cemaat biz namaz kılanlardan narazıdırsa deməli bizim namazımız kabul değil. Zahmet çek tazadan başla. Ədəlisin bu sözüdür. Kur'an okuyursan, günah edirsən, tazadan başla, Kur'an'ın kabul değil. Hacca getmişsən, günahlara ravaz verirsən, hacımı tazarlar. Ona göre Peygamber buyurur, 15 bağlam verilecek, bilerek namazı yüngül sayıp, ona sahlankarlık eden, ona arka çevir kabul etmeyene 15 bağlam verecek. 6'sı dünyada, 3'ü ölene yakın, 3'ü kabirde, 3'ü de kabirden kalkanda. Dünyada düşar olacağı bağlı, Allah eləməsin. Allah onun ömrünün bereketini kesecek. Salavat zikredek inşallah. Deməli 6 bağlı dünyada namaza sünnük eden, kabul etmeyen, sahlankarlık eden vesaire nedir? Onun ömründen Allah bereketini kesecek. İkinci, halal ruzisi azalacak. 3, üzünden yaxşı insanlara məxsus sima götürülecek. 4, etdiği her bir iş, savab iş kabul olunmayacak. Allah ona karşılığı əsir vermeyecek. 5, duaları kabul olmayacak. 6, yaxşı insanlar, müminler ona dua eder, Allah kabul etmeyecek. Namazı yüngül saymışsan. Ve ölene yakın 3 bala zillet ve harlıkla ölecek. Az ölecek, elə susacak. Deyirlər dünyanın bütün şirin suları, gölleri, bulaqları içilsələr o yenə doymaz. Onun susuzluğu yapmaz. Kulak az. Üzüksəm, Sarvan Ustad əzizimiz, değerli əzizlərim bize de söyledi. Allah əzizlər sizi, bizi, hamımızı, xalqımızı bağışlasın bilerek, bilmeyerek günahlara göre. İnşallah. Buyurur ki, eşitmişsiniz, sakarat halinde olana Yasin okuyurlar. Onun bir felsefesi budur ki, elinde kadeh şeytan su doldurup getirir, bilir o susuz. Biz de bakırıq can verənimizə, bir de dodağı nəfəs gedir gəlirdə. Ayakları yığışdırdım, o kadar bizi aparırlar, Yasin okumuşuz. Ondan içeriden susurdu, biz de göreceğiz. Şeytan elinde kadeh gelip deyir ki, de mənəm Allah bunu sana verir, ona gəlir Peygamberimiz. Təşvik buyurur imamlar aleyhisselamlar. Gedin Yasin'i okuyur, bu şeytan karşısın, deməsin mənim Allah sana bütpərəst dünyasında işim yok. Keçirəm. Ve kabirde 3 tane bağlar, melekler ona kabirde azap verecek. Kabri dar olup ve karanlık büyüyecek. Ve 3 tane kabirden ki kalkacak kıyamet günü bağlar, bir melek onun yüzünden tutup mahşere getirecek, eybəcər raftarla. Hamı mahşer ona bakacak. 2, çok çetin hesabı olacak. 3, Allah Teala rahmet nəzərini ona salmaz. Teraziye amellerini koymaz. Onu temiz ve pak etmeyecek. Aksine derdi azaba düçar edecek. Allah. Ve siz azizler bir cümle daha diyeyim. Deyirlər, Cenab-ı Cebrail bir qışqırtı eşidir. Bir mövcud əqrəb oxşarında, başı göyün kubbəsində, ayağı yerdə. Feryat salır. Hani Allah'la, Peygamberle muharebe ederler. Cenab-ı Cebrail yakınlaşır. Sen kimi istəyirsən o mucize deyir. O acayip şekilde olar. Deyir, mən bir neçə dəstəni istəyirəm. Kimi de Allah'la muharebe edenler. Gedib bilərək namaz qılmayan, zekat xumsu vermeyen, riba, salam alveri edenler, daimi spirtli içkiler içən. Kulak az, məclisdə sizə qurban, Allah eləməsin. Qeybət eden, Kur'an meclisinde kulak asmayan, batili yayan, Müslümanlara töhmet vuran, zalimleri tarifleyen, tarife layık olmayanları mahv eder. Bunlar Allah'ın ve Peygamber'in